Salam, Güvən test toplusundan 2024-cü il nəşr olan kitabdan karbon və birləşmələri 28.1 işləyəcəyik bugün. Birinci sualla başlayırıq. Deməli, 4-cü A yarımqrup elementləri üçün hansı ifadələr doğrudur? Yəni, ümumi karbon yarımqrup elementlərindən söhbət gedir. Baş oksigenin formulu RO2 şəklindədir. Doğru. Məsələn, CO2-ni gözünüzün qabağına gətirə bilərsiniz. SO2 düz ona aiddir. Silisium 2, CO2 4-cü A yarımqruplarına aiddir. Qısa elektron formulu NS2MP2-dir. Bəli, axırda 4 qrupun nömrəsinə uyğun gələn valent elektronlarıdır. Bu da doğru ifadədir. Maksimum 5 valent olur. Maksimum qrupuna uyğun 4 valent ola bilir. Ona görə də 1, 2 uyğun cavab Y variantı. Növbəti sualımızda maddəmiz X və Y-dir. Kristal qəfəsinin tipi molekul yoxsa atomu. Almazdır, qrafitdir. Bunlar atom kristal qəfəsidir. Ona görə X maddəsi ola bilməz. Qırmızı fosfor atomdur. Qara fosfor atomdur. Bir tək buradan ağ fosfor, bir də atom olan Y-də də qırmızı fosfor. Yəni yalnızca Y variantı uyğun gəlir. Birləşmələrdə karbon oksidaşma dərəcələrinin cəbri cəmini müəyyənləşdirin. Birinci ifadəyə baxsam, -2, -4, buraya yazaq -4, sonra -1, -4, bunlar artıq 0 verəcək. -1, bir dəqiqə, -1, -4, -4, -1, -2, deməli, buradan -2, -4, burada -4 yazaq. Sonra alüminium karbiddə alüminium -3-dür, karbonda -4 olur. Deməli, bu da -4, -4, -4, -4, -4, bizə nə qalır? 0 qalır. Uyğun cavab C variantı olacaq. İkinci sualımızda, deməli, bəsit maddənin 1 molunun tam yanmasına sərf olunan oksigenin mol sayını istəyir. Fosfor üstə gəl oksigen, alındı P2O5. Bu əgər 1 moldursa, onda mən bura 0,5 yazım. 0,5-i 5-ə vurub 2-yə böləndə, bura nə düşür? 1,25. Yəni, cəmi 2,5 oksigen atomudur da. 1,25, zaten bir dənə cavabda var da. Deməli, C olacaq. İndi obüsləri də yoxlayaq. Karbon oksigenlə reaksiyasından CO2 1-in 1-ədir. Deməli, 1 mol doğrudur. Hidrogendəki 2-nin 1-ə nisbətdə gedir. Əgər hidrogenin 1 mol olarsa, buna da 0,5 olacaq. Yəni, C variantı tamamilə doğru variantdır. Növbəti 5-ci sualda hansı reaksiyadan alınan bəsit maddə natrium OH məhluluna reaksiya daxil olmur? Reaksiya daxil olmayan manqan O2-nin H xlorla reaksiyasına alınan bəsit maddə xlordur. Natrium OH-la reaksiya daxil olmur. Ona görə götürürük. Daha doğrusu olur, yox. Natrium burada reaksiya daxil olur və natrium xloru, yəni belə deyək də, javel suyu dediyimiz, ləbərraq suyu dediyimiz maddələr alınır. Yəni bu götürməyəcək. Sinkin duruz sulfat turşusu ilə hidrogen qazı ayrılır bəsit maddə olaraq. Natrium OH-la reaksiya daxil olmur. Sonra amonium nitrit. Buradan azot alınacaq. Bəsit maddə olaraq azot və sudur. Deməli, bəsit maddəmiz natrium OH-la reaksiya daxil olmur. Bunu da götürürük. Silisium O2 plus karbon reaksiyasında burada da əgər az miqdarda götürürəmsə, məsələn, silisium bəsit maddəsi alınacaq CO ilə. Deməli, silisiumda natrium hidroksidən olur. Belə deyək də, amfoter xassələr bir də silisium idi. Daxil olurdu, yəni. 1,4 daxil olur. Ona görə biz olmayan istəyirdik. 2 ilə 3-ü götürəcəyik. Y variantı. Hansı reaksiyadan alınan duzlar karbonat turşusuna reaksiya daxil olur? Kalium OH, silisium, su. Buradan nə alınacaq? Kalium silikat alına bilər maksimum duz olaraq. Natrium hidrokarbonatdan natrium karbonat alınacaq parçalanmasından. Kalsium hidroksidlə H xlordan da alınır. İndi əmsal göstərməyib, kalsium xlorid kimi götürək də. Karbonat turşusuna reaksiya daxil olan karbonat yanından qüvvətli olsun da. Məsələn, normal duzlar öz turşularına reaksiya daxil olur. Sonra silikatı çıxarda bilər, çünki ondan qüvvətlidir, amma xloridi çıxarda bilmir. Yəni 1, 2 uyğun cavab 6-da D variantı olacaq. 7-ci sualda hansı ifadə doğrudur? Almazdan karandaş istehsalında istifadə olunur. Bu yanlışdır, qrafitdir o. Qara fosfor kibrit istehsalında bu qırmızı fosfordur, bu da yanlış. Kükürt elektriki yaxşı keçirdir. Xlor ən aktiv qeyri-metaldır. Bu da yanlış. Fosfor təbiətdə sərbəst halda tapılmır. Bu doğrudur.
Bəli, həm ancaq birləşmə şəklində tapılır. Həm sərbəst, həm birləşmə Jones elementləri idi. Y variantı doğrudur. 8-də deməli maddələr X, Y, Z karbon oksidaşma dərəcələrini verib və indi uyğunlaşdırmalıyıq. Deməli, C-xlor 4 var. 2 dənə yerdə C-xlor 4 var. Bu mənfi 1 olduğuna görə müsbət 4. Deməli, bu ola bilər. Metanda isə müsbət 4, mənfi 4-dür. Bura məsələn metanı əlavə edə bilərəm. Zaten 3 dənə maddədir də. Bura C-xlor 4 əlavə edir. O da 0-da qalır. CH2 xlor 2. Bu mənfi, bu müsbət məsələn 0. Bu da olacaq CH2 xlor 2. İndi X, Y, Z olaraq özümüz uyğunlaşdıraq. C-xlor 4, CH2 xlor 2 və CH4. Uyğun cavab 8-də B variantı. 9-cu sualda deməli almaz üçün nələr doğrudur? Atom kristal qəfəsinə malikdir. Bu doğru ifadədir. Sonra karbonun alotropik şəkil dəyişməsidir. Doğru. Elektrik cəryanı yaxşı keçirmir. Karandaş istehsalında istifadə olunmur. Deməli 1-2 doğrudur, digərləri yanlışdır. Maddələrdə karbon atomunun oksidaşma dərəcələrini müəyyən edin. Deməli hidrogen müsbət 1, xlor mənfi 1-dirsə, onda bura qalır müsbət 2. Sonra hidrogen müsbət 1, xlor mənfi 1-dirsə 3, bu da mənfi 1. Deməli cəmi bura mənfi 2 yazsam cəbri cəmi 0 verir. Bu da mənfi 2, müsbət 2 olacaq. Deməli burada müsbət 2, burada mənfi 2, burada da müsbət 2. Uyğun cavab 10-da C variantı. 11-ci sualda demək karbonun alotropik şəkil dəyişmələri X, Y, Z-dir və hibrid vəziyyətləri Sp bu karbinə aiddir. Sp2 fullerin və qrafitə aiddir. Sp3 də almazdır da. Karbinlə başlasın, almazla qutarsın. Olmaz. Qoy görək. Karbin, almaz, deməli D variantı. D variantı 11-də uyğun gəldi. Sonra keçdik 12-ci sualda. Maddələrimiz karbon və kükürdür. Deməli halogen ilə X və Y halogenlər reaksiya daxil olmaq qabiliyyəti. Karbon ancaq fosforla daxil olur. Deməli burada flori, daha doğrusu florla daxil olur halogenlərdən. Deməli burada flor yoxdur. Çünki karbon heç birlə daxil olmursa, flor olan variantları ümumiyyətlə gedirik. Deməli karbon çünki heç biri ilə deyir daxil olur. Nə X-lə, nə də Y-lə. Flor olan variantlar getdi. Qaldı yerdə Y və B variantları. Kükürt bunlardan deməli kükürt deyir daxil olur X-lə, amma Y-lə daxil olmur. Kükürt xlorla daxil olur, yodla daxil olmur da. Məsələn, ona görə də biz Jones elementləri deyirik yod üçün, yəni kükürdlə daxil olmayan. Ona görə uyğun cavab 12-də Y variantı olacaq. Keçdik 13-cü sualda. Deməli, CO2 plus karbon alına CO reaksiya üçün hansı ifadələr doğrudur? Biz bilirik ki, bu birləşmə də olsa endotermik reaksiyadır. İndi getdik. Deməli, karbon oksidaşma dərəcəsi dəyişirmi? Bəli, təbii ki, 0 vəziyyəti varsa %100 dəyişir. Bu ifadə doğrudur. Karbonun valentiliyi dəyişirmi? Burada karbon 4 valentlidir, burada 3 valentlidir. Təbii ki, dəyişəcək. 2 də doğrudur. Konmutasiya tiplidir. Konmutasiya nədir? Əks öz-özünə. Yəni 2 fərqli oksidaşma dərəcəsindən gəlir 1 oksidaşma dərəcəsinə. Bəli, konmutasiya tiplidir. Homogen reaksiyadır. X bərk, daha doğrusu karbon bərkdir. Ona görə heterogendir. Birləşmə reaksiyasıdırmı? Birləşmədir. 4-dən başqa hamısı götürülür. 1, 2, 3, 5. Keçdik 14-cü sualda. Deyir, doğru olan ifadələri müəyyənləşdirin. Almaz atom kristal qəfəsinə malikdir. Fullerində Sp2-dir. Almaz elektrik keçirdir. Qrafit şəffafdır. Karbində karbon atomları Sp hibridləşmə halındadır. Bu da doğru. 1, 2, 5 doğrudur. Keçdik 15-ci sualda. Deməli, uyğunluğu deyil müəyyənləşdirin. Karbonun alotropik şəkil dəyişmələrinə aid olaraq. Valent bucağı 120-dir. Bu Sp2 hibrid vəziyyətə uyğundur. Deməli, qrafitə aid eləyəcək. Karbon atomları Sp3 halındadır. Bu almaza aiddir. Yumuşaqdır, laylı quruluşa malikdir. Bu da aiddir. Deməli, qrafitə. Valent bucağı 180 dərəcədir. Bu karbinə aiddir. Xətti quruluş.
Təbii mineralların ən bərkidir. Bu almazdır. Y variantı da gedir bura. B, Y, D, A, C şəklində də uyğunlaşdırmış olduq. Növbəti 16-cı sualda deməli yanma reaksiyasının məhsulu CO2-dir və CO-dur. Ümumiyyətlə hər ikisinə də eyni kütlədə karbon sərf olunur. Yəni karbonun mol sayı da eynidir. Əgər kütləsi eynidirsə, mol miqdarı da eynidir. Ümumiyyətlə əmələ gələn qazlar nədir? Bu CO2 yanma reaksiyası məhsulu bunlardır da. Ümumilikdə 67,2-dirsə, yəni ümumi 3 moldursa, deməli ki, ümumi bunların yanmasına sərf olunan karbonun mol sayı da 3-dür. Çünki cəmi 3 mol karbon var imiş ki, bu 3 mol bunlar arasında bölünüb də. İstəyirsən reaksiyanı yaz. CO, istəyirsiniz bu şəkildə karbon plus oksigen alınır CO2. İstənilən halda bunların əgər sərf olunan karbonların kütləsi eynidirsə, çünki karbona aiddir də bu. Karbonun kütləsi eynidirsə, deməli buradan da eyni mol miqdarda, baxın 2-dən 2, 1-dən 1 alınır. Deməli ümumilikdə 3 mol karbon sərf olunub ki, buradan da 3 mol qaz alınıb. Elə verir. İndi eyni kütlə dediyinə görə sadəcə 1,5 mol bura, 1,5 mol da bura təyin edəcək. 1,5 mol karbondan alınacaq, 1,5 mol CO. Reaksiya görürsünüz 1-in 1-ə nisbətindədir. 1,5 mol karbondan da 1,5 mol karbon qazı alınacaq. Ona görə də qazların ümumi həcmi də gəlir çıxır 3-ə. Deməli, yandırılan kütləsi 1,5 mol karbonun kütləsidir. Bu da 18 qram eləyir. M bərabər olur 18-ə. Və bu bölmənin sonuncu sualı. PDF-də cavab hissədə bu 17-ci sual ümumiyyətlə yoxdur. 16-nın əvəzinə bunun cavabını yazıblar, yəni nəzərə alarsınız. 60 qram kükürt və karbon qarışığının tam yanmasına 56 litr oksigen sərf olunub. Deməli, bizdə var karbon və kükürtdən ibarət qarışıq. Birinə X, birinə Y qoyaq. Və deyir ki, bunun tam yanmasına 56 litr, yəni 2,5 mol oksigen lazımdır. X mola elə X molda oksigen lazım olur. Tam yanma zamanı CO2-yə çevrilir. Y mola da elə Y mol oksigenlə SO2-yə çevrilir. Yəni reaksiyalar 1-in 1-ədir. İndi bunların kütləsini bərabər eləyək 60-a. Yəni deməli 12Y üstə gəl 32. Oy, yox. Yanlış yazdım. 12x üstə gəl 32y bu bərabərdir 60-a və sərf olunan oksigenlərin molu x plus y də bərabərdir 2,5-ə. İndi bunları sistem tənliyə gətirmək üçün aşağıdakı reaksiyanı 12-yə vursam 12x, bu olur 12y, 2,5-i də vuraq 12-yə, bu da eləsin 30. Bunu da əvəzinə yazıram 30. İndi 12x-dən 12x getdi. 32-dən 12 çıxanda qalır 20y. 60-dan da 30 çıxanda 30. Yəni y bərabərdir 1,5. Y-də kükürdün mol miqdarıdır. 1,5 mol kükürt var. Yəni 60-ın içərisində 1,5 vurulsun 32, yəni 48 qram kükürdümüz var. Onda omeqanı hesablayanda 48-i bölürəm 60-a, vururam 100-ə, bu da 80% eləmiş olur. Cavab olacaq 80. Keçdik, deməli karbonun birləşmələri. Keçdik 28,2 karbonun birləşmələri. Deməli metanın oksigenlə yanma reaksiyasını verib. Deməli Y təbii ki burada karbon qazı olacaq. Karbon qazı da su alınır. Y maddəsinin tətbiq sahəsi deyir hansı halda doğru göstərilməyib. Soda istehsalında istifadə olunur. Karbonatların alınması, karbamid istehsalında amonyakla istifadə olunur. Sönmüş əhəngin alınmasında, sönmüş əhəng nədir? Yəni ki, kalsium hidroksiddir də. Kalsium hidroksidin alınmasına kalsium oksid və su istifadə olunur. Yəni burada CO2-nin heç bir rolu yoxdur. Ona görə elə bu yanlışdır. Düzgün göstərilməyən elə bu olacaq. Quru buz zaten CO2-nin bərk formasıdır. Yanğın söndürmədə də ki, həm yanmır, həm də havadan ağırdır. Ona görə də yanğın söndürmədə də istifadə olunur. C variantı burada yanlış variantdır. Keçdik növbəti ikinci sualımıza. Natrium hidrokarbonat, kalium hidrokarbonat və kalsium hidrokarbonat.
Bunlar üçün hansı ifadə doğru deyil? Turş duzdular, bəli, hamısı. Suya müvəqqəti codluq verir. Kalium, natrium heç bir codluq falan vermir. Kalsium, maqnezium ionlarının əmələ gətirdikləri olur codluq. Ona görə də bu ümumi bir ifadə deyil. B variantı. Hansı reaksiyadan karbon qazı alınmır? Kalsium karbonatın parçalanmasından alınır, amma natrium karbonat parçalanmadığına görə buradan karbon qazı da alınmayacaq. Guruldayıcı və su qazının tərkibini müəyyən edin. Guruldayıcı qaz CO və daha doğrusu guruldayıcı qaz hidrogen və oksigendir. Su qazı isə CO ilə hidrogendir. Yəni guruldayıcı qaza 1, 2, digərinə isə CO və hidrogen 1, 3. 1, 2, 1, 3. Uyğun cavab B variantı. 5-ci sualda kalsium hidroksid məhlulundan 3 mol CO2 keçəndə maksimum nə qədər çöküntü alınır? Maksimum ilə 3 mol çöküntü alınır. 1-in 1-ə nisbətində gedir reaksiya. Bu reaksiyadır. Buradan kalsium karbonat çöküntüsü alınır və su çıxır məhlulda. Deməli, reaksiyada hamısı 1, 1, 1-dir. Əgər bu 3 eləyirəmsə, onda bunları da 3 eləməliyəm. Deməli, 3 mol maksimum çöküntü alına bilər. Bu da 300 qram eləyir. Uyğun cavab B variantı. Hansı maddənin tərkibində karbon yoxdur? Dəm qazında CO var, amma ferium eskipiritdir. Burada karbon yoxdur. Ona görə D variantı. 7-ci sualda çay sodasının əsas tərkib hissəsi bu natrium hidrokarbonatdır. A variantı. Hansı reaksiya tənliyi doğru deyil? Kalsium hidroksidin üzərinə karbon qazı bayaq yazdığım reaksiyada çöküntünün əmələ gəlməsi bu doğrudur. Kalsium karbonatın üzərinə karbon turşusu, kalsium hidrokarbonat bu da doğrudur. Buradan H-xlor karbonatı çıxardır, H2O şəklində yazırıq, bu da doğrudur. Üzərinə normal duzun maksimum turş vəziyyətdə olduğuna görə təzədən üzərinə öz turşusunu gələ bilmirik. Yəni bu yanlış ifadədir. Heç su hidrogenlər hanı? Yəni reaksiyanın sağı və solu eynidir, belə deyil. Yəni açıq-aşkar D variantı yanlış variantdır. 9-cu sualda deyir, hansı reaksiya tənliyi doğru deyil? Natrium nitrat parçalananda belə parçalanmır. Elə A variantı səhvdir burada. Nitritə parçalanmalıdır. Sonra maddələri X, Y, Z olaraq verib. Parçalanma məhsulları, deməli 2 bəsit maddə, 2 dənə bəsit maddə, mürəkkəb maddə yoxdur. İndi baxaq, civə oksid məsələn parçalanır, civə və oksigenə parçalanır. Bu ola bilər. Burada mürəkkəb maddə var, bunlar olmaz. A və B variantlarından ikisindən biridir. Bir bəsit bir mürəkkəb alınırsa, deməli natrium nitrat, natrium nitritə və oksigenə parçalanır. Bəsit bir mürəkkəb deyil. Cavab A variantı. Çünki burada iki mürəkkəb alınır. Kalsium oksid və CO2. Ona görə də B variantı yanlışdır. Yalnız A variantı doğru qaldı. 11-ci sualda hansı reaksiyadan duz əmələ gəlmir? Natrium karbonatın üzərinə karbonat turşusu, natrium hidrokarbonat duzdur. Natrium hidroksid CO2 ilə nisbətən asılı olaraq 1-in 1-ə götürsək natrium hidrokarbonat alınır, duzdur. Buradan HCOO natrium, o da üzvi maddə olaraq duzdur. Kalsium hidrokarbonat, kalsium karbonata su və CO2-yə parçalanır. Kalsium karbonat duzdur. Burada isə kalsium oksid və CO2 heç biri duz deyil, 2 dənə oksid alınır. Yəni deməli Y variantı duz deyil. Hansı reaksiyadan karbon monooksid alınmır? Baxaq, metanın su ilə reaksiyasından konversiya reaksiyasıdır. Metanın su ilə, metanın karbon qazı ilə, bunların hamısından CO və hidrogen alınır. HCOH deməli qatı sulfat turşusu iştirakında suyu çıxır, yerdə CO-su qalır. CO2-nin karbonla reaksiyasından 2 mol CO alınır. Qaldı bir dənə bu da Y variantı. Kalsium oksid və CO2 alınır. Ona görə Y variantı monoksidin alınma reaksiyası deyil. Kalium karbonat məhluluna hansı maddə əlavə etsək, qaz halında maddə alınır. Yəni CO2-ni buradan çıxartmaq lazımdır da, belə deyək. Məsələn, xlorid turşusu əlavə eləsəm, elə kalium xlor H2O CO2 çıxar. Ona görə də uyğun cavab elə A variantı olacaq. CO3 2 mənfi ionların sayını dəyişmək üçün, yəni ki, ya artırmaq, ya azaltmaq, kalium karbonat məhluluna hansı maddələri əlavə etmək lazımdır? Kalium karbonata H-xlor əlavə eləsəm, oradan H2O CO2 çıxar, yəni CO2 azalar. CO3 2 mənfi ionların sayı azalar, karbon qazı çıxdığına görə, yəni bu ola bilər. Kalium nitrat əlavə etsəm, bunun arasında heç bir reaksiya getməyəcək. Ona görə də yəni ki, heç bir şeydə nə daxil olmur, nə çıxmır.
Kalsium nitrat əlavə etsən, kalsium karbonat çöküntüsü əmələ gələcək. Çökdüyünə görə ionların sayı azalacaq. Yəni CO2 mənfi ionlarının sayı. Natrium sulfit mənimdəki reaksiya yoxdur. Deməli, 1, 3 uyğun cavab A variantı. 15-ci sualda CO və CO2 üçün eyni olan nədir? Oksigenin oksidləşmə dərəcəsi -2-dir. Bəli, hər ikisində. Zəhərlidir, CO zəhərlidir, CO2 yox. Oksigenlə reaksiya daxil olma, CO2 daxil olmur. Oksigenin valentliyi 2-dir, burada 3-dür. Deməli, bunların heç biri eyni deyil, yalnız bir. Uyğun cavab A variantı. CO və CO2 üçün ümumi olan nədir? Reduksiya edicidir, bu CO-ya aiddir. Sonra turşu oksididir, bu CO2-yə aiddir. Müəyyən şəraitdə natrium OH ilə reaksiya daxil olur. Turşu oksidi olaraq natrium OH ilə gedir. CO-dakı qarışqa turşusunu natrium duzuna əmələ gətirmək üçün orada da reaksiya baş verir. Deməli, istisna yəni reaksiyası da hər ikisi üçün ortaq yalnız 3 olacaq. C variantı. Keçdik 17-ci suala. Deməli, duzumuz X, Y, Z-dir və suda məhlulun elektrik keçirmə qabiliyyətinə görə deyir, elektrik keçiricilik yoxdur, yəni çöküntüdür. Amma qızdıranda parçalanır. Bax, kalsium karbonat buna aiddir, digərləri elektrik keçiridir. Ona görə ya A ya da B variantı olacaq. İndi Y elektrik keçirdir, amma parçalanmır. Bu natrium karbonat, kalium karbonat olacaq. Və bu digərdə həm elektrik keçiridir, həm də parçalanır. Uyğun cavab B variantı. Hansı reaksiyadan karbon monoksid alınmır? Yenə eyni tipli məsələdir. Buradan alındı dedik. Kalsium karbidin suyunə reaksiyasından kalsium hidroksid və asetilin alınır. Yəni burada CO yoxdur. 18-də B variantı. 19-cu sualda hansı reaksiyadan karbon qazı alınmır? Xlorid turşusu buradan karbonatı çıxardır. O da CO2 və su şəklində çıxır. Yəni buradan alınır. Natrium hidrokarbonatdan natrium karbonat H2CO2-dir. Buradan da alınır. Karbonun qatı sulfat turşusuna reaksiyasına SO2, CO2 su buradan da alındı. Kalsium karbonat parçalarında kalsium oksid CO2 buradan da alındı. Bu nədir? Elə cavab olacaq da. Deməli, glukozanın qatı sulfat turşusuna reaksiyasından burada şəkəri kömürləşdirilməsi reaksiyasıdır. Yəni karbona çevirir, kömürləşdirir. Və burada Y variantı ola bilər. Əslində aralıq mərhələdə alınır. Kömür yuxarı qalxır, o CO2-nin hesabına da. Yoxsa nəyin hesabına qalxır? Kömürləşən zaman belə stəkandan başlayır daşmağa və ümumi şəkildə. Yəni ki, o elə karbon qazının hesabına. Sadəcə ümumi yekun tənlikdə tam kömürləşmədə karbona çevrilir. Yəqin ki, ona görə də Y variantını götürməyiblər. CO2-nin alınma reaksiyası kimi. Hansı halda eyni maddənin adları göstərilmişdir? Karbon qazı və karbon dioksid. Bu eyni şeydir. Əhəng daşı kalsium karbonat eynidir əsas tərkib olaraq. Sönmüş əhəng kalsium hidroksiddir. Burada kalsium oksid yazıb. Bu yanlışdır. 1 ilə 2 doğrudur. D variantı. Hansı reaksiyada karbon həm oksidləşdiricidir, həm də reduksiya edicidir? Dedik ki, karbondan belə deyək də əvvəl yerləşənlər, karbondan sonra yerləşənlər ayrılır. Burada hamısı mürəkkəb maddələrdir. Mürəkkəb maddələrdə sırf məhsulla müqayisə edə bilərik. Məsəl üçün, oksidlərdən metalın alınmasında karbon reduksiya edici kimidir. Metalı reduksiya edir. Məsələn, buradan sink reduksiya edir. Amma burada kalsium karbid alınır. Kalsiumda dəyişiklik yoxdur və CO. Deməli, sıfırdan bir dəfə neçə gəlir? Bu müsbət 2-dir, bu mənfi 1 olacaq. Burada da mənfi 2, müsbət 2. Deməli, bir dəfə mənfi 1-ə gəlir, bir dəfə müsbət 2. Həm oksidləşdiricidir, həm reduksiya edicidir. 4-ü götürürsən. Sonra burada ancaq reduksiya edicidir, 3-ü götürmürük. CO-nun alınmasında müsbət 4-dən gəlib müsbət 2-yə, sıfırdan gəlib müsbət 2-yə. Deməli, burada da elə həm eyni maddədə oksidləşmə dərəcəsində dəyişən. Bir dəfə oksidləşdiricidir, bir dəfə reduksiya edicidir. Elə bunu da götürürük. Suyun karbondan bərk yanıcının qazlaşdırılmasıdır. CO və hidrogen. Burada birində hidrogendir, birində karbondur. Yəni ikisi də eyni elementə aid deyil oksidləşmə dərəcəsində dəyişənlər. Ona görə 2-ni də götürmürük. 1, 4 uyğun cavab 21-də A variantı. Getdik 22-ci sualda kalsium karbid, alüminium karbid, magnezium silikat, deməli magnezium silisit su ilə reaksiya məhsulu XYZ-dir. Buradan su ilə reaksiyadan deməli silisium H4
Buradan CH4, buradan asetilen alınan rəqs məhsulları, yəqin ki, bunlar deyil də, indi əsasları demir. Hansı bəsit maddələrin birbaşa qarşılıq təsirindən almaq olar? Silisium hidrogenlə birbaşa girmir. Asetilen metanı almaq olur, bu 100%. Asetilində isə asetilen birbaşa alınır. Karbon hidrogenlə bizə metan verir, yəni birbaşa asetilen verilir, amma metandan asetileni almaq olar. Ona görə yalnız Y burada ilə B variantı doğru variantdır. 23-cü sualda deməli amonyakın katativ oksidləşməsindən NO, burada qat sülfat turşusu ilə CO, fermeskinin yanmasından da SO2. Hansı duz əmələ gətirən oksiddir? SO2, yəni Z maddəsi duz əmələ gətirəndir, digərləri duz əmələ gətirən deyil. Ona görə də yalnız Z uyğun cavab C variantı olacaq. Növbəti 24-cü sualda deyir, hansı reaksiyadan alınan duzlar xlorid turşusuna reaksiya daxil olunur? İndi baxaq burada. Deməli, kalsium karbonat nitrat turşusu ilə buradan alınacaq kalsium nitrat və alınan duz, yəni kalsium nitratdır. Kalsium nitrat da xlorid turşusu ilə reaksiya daxil olmuş, yəni. Çünki xlorid nitratı nə zaman çıxardır? Əgər çöküntü alınarsa, çöküntü alınmadığına görə reaksiya daxil olmuş. Bunu götürür. Natrium hidrokarbonatdan natrium karbonat duzu alınır. Natrium karbonat da xlorid turşusuna reaksiya daxil olur. Çünki xlorid karbonatı çıxarda bilir. Yəni 2 olan belə variantlar gedir. 1 olduğuna görə bunu da silirik. Argentium nitrat H2SO4. Buradan argentium sülfat duzu alınır. Argentium sülfat da H-xlorla reaksiya girərmi? Bəli, xlorid turşusu sülfatı nə zaman çıxardar? Yəni ki, belə bir çöküntü alınsa belə ki, burada argentium xlor çöküntüsü alınır. Xlorid turşusu ümumiyyətlə duzun tərkibində sülfatı çıxarda bilmir. Sülfat düzdür, qatı olanda xloridi çıxardır, durur vəziyyətdə gücü çatmır, amma xlorid sülfatı duzun tərkibindən heç bir halda çıxarda bilmir. Ona görə də 3-də də deməli belə bir reaksiya baş verməyəcək. Yəni bunu da götürürük. Natrium hidroksid H2S ilə məsələn natrium 2S tutaq ki, duz olaraq əmələ gəlirsə, üzərinə H-xlor gələndə bu reaksiya gedir. Çünki xlorid rahat şəkildə sülfidi çıxarda bilir, zəif olduğuna görə, yəni burada reaksiya gedir. Yəni 1-3-də qəti şəkildə reaksiya baş verməyəcək. 24-də D variantı. 25-ci sualda deyir, hansı duz qızdırılanda parçalanmır? Deməli, aktiv metalların sülfatları, aktiv metalların karbonatları, bunlar parçalanmırlar. Hansı olacaq? C variantı, natrium sülfat məsələn parçalanır. 26-cı sualda deyir, hansı sıradakı maddələr karbon qazı ilə reaksiya daxil olur? Karbon qazı turşu oksiddə. Turşu oksidi turşularla reaksiya daxil olmur. Ona görə turşu olan variantları turşu oksidlərlə reaksiya daxil olmur. Bu variantlar çıxır. Yerdə qaldı D və Y variantı. İndi baxaq D variantında karbon qazı oksigenlə də reaksiya girmir. Ona görə də oksigen də gedəndə yerdə Y variantı qalır. Amonyak da əsasi xassəlidir. Magnezium da deyək də metal olaraq, yəni metallar turşu oksidləri ilə reaksiya verirlər. Sonra kalsium hidroksid özü əsaslı turşu oksidləri ilə reaksiya gedirlər. Yəni bu şəkildə. Ümumiyyətlə turşu oksidi olaraq karbon qazı məhlulda özünü elə karbonat turşusu kimi aparır. Ona görə də bu reaksiyalarda baş verir. Turşu əsas reaksiyaları kimi. Deməli 26-da olacaq Y variantı. 27-ci sualda X, Y, Z duzları verir və indi uyğunlaşdırmalıyıq burada. Deyir, qızdırılanda parçalanır, amma suda həll olunur. Deməli, çöküntüdür. Məsələn, kalsium karbonat çöküntüdür, digərlərini götürmürük. Sonra kalsium hidrokarbonat. İkisində də eynidir zaten, heç buna baxmağa dəyməz. Həm parçalanır, həm də qızdırılanda parçalanır, həm suda həll olur. Elə ikisində də uyğun gəlir. Z-də isə suda həll olur, amma parçalanır. Bu aktiv metalların karbonatları olacaq. Ona görə də burada uyğun cavab elə A variantı olaraq götürüləcək. Sonra keçdik növbəti 28-ci sualımıza. Hansı reaksiyadan karbon dioksid alınmır? Baxaq bir reaksiyalara. Deməli, natrium karbonat H-xlorla reaksiyadan natrium xlor CO2 su alınır. Yəni CO2-nin alındığını gördük.
Kalsium hidrokarbonat parçalarında kalsium karbonat, su və CO2, yenə CO2 çıxdı. CO-nun oksidləşməsindən CO2, kalium karbonat parçalanmır ki, buradan da CO2 alınsın. Ona görə də D variantı ümumiyyətlə CO2 verməz. Növbəti 29-cu sualda, deməli 6,4 qram kalsium karbid artıqlamasına götürülmüş su ilə reaksiyasından neçə litr asetilin alınır? 2 karbonu var. Deməli, 1-in 1-ə nisbətində burada da 2 karbon var. Onda 1 molundan 1 mol. Daha heç əmsallaşdırmağa ehtiyac belə yoxdur. Digər məhsula da ehtiyac yoxdur. Biz kalsium karbiddən asetilin alınması reaksiyası kimi qısa formada da baxa bilərik. Deməli, 1-in 1-ə nisbəti. Onda yazıram, baxıram ki, 64 qramdan 22,4 litr asetilin alınır. Bəs 6,4-dən nə qədər olacaq? 2,24 uyğun cavab Y variantı. 30-cu sualda karbon dioksid hansı duzların suda məhvlənən reaksiya daxil olur? Özündən zəif olanlarla. Bax, məsələn, hidro vəziyyətdə deyil ki, maksimum turş vəziyyətdə turşunun özü ilə getməz. Sulfatı karbonat çıxarda bilməz. Amma normal duz öz turşusu ilə gedər, hidro vəziyyətə çevrilər. Silikat da ki zəifdir deyə silikatı çıxardır. Ona görə 1 ilə 3 burada doğru variantdır, B variantı. Keçdik 31-ci sualda. Hansı reaksiyada X natrium karbonatdır? Natrium hidroksidin üzərinə karbon qazı gəlmişik. Əgər 1-in 1-ə nisbətindədirsə, buradan natrium hidrokarbonat alınmalıdır. Natrium HCO3. Yəni bizdə də natrium karbonat istəyir, yəni natrium hidrokarbonat. Bir variantı getdi. Ona görə 1 olan variantlar da gedir. Natrium OH-ın üzərinə natrium HCO3 gəlmişik. Baxın, burada ilə göstərib də suyu çıxıb. OH və H getdi. Yerdə nə qalır? Natrium 2CO3. Deməli, X maddəsi natrium karbonat. İkincini götürürəm. Sonra natrium hidrokarbonatın parçalanmasından da CO2 su çıxıb əmsallarla da müəyyən edə bilərsiniz. 2 natrium və CO3 hissəsi qalır. Yəni, bu da natrium karbonatdır. 2, 3 uyğun cavab Y variantı olacaq. Hansı duz qızdırılanda parçalanaraq əsasi oksid əmələ gətirir? Natrium karbonat parçalanmır. Ona görə bunu ayırırıq. Sink karbonat parçalananda onun tərkibindən sinkin oksidi və karbon oksidi çıxa bilər. Biri turşu oksidi, biri amfoter oksiddir. Yəni, bu da əsası deyil. Amma kalsium karbonatdan kalsium oksid çıxacaq. Ona görə yalnız bir uyğun olaraq da A variantı. Eyni kütlədə götürülmüş karbon dioksid və diazot monooksid. Və karbon dioksid və diazot monooksid. İndi bunların emirlərini hesablayaq. Görək, eyni kütləyə gətirmək üçün hansı nisbətdə hesablamalıyıq? Bu 44-dür. 28-in də üstünə 16 gələndə bu da 44 deyir. Deməli, eyni kütlə deyirsə, eyni mol miqdarı deyir. İndi deyir, hansı ifadələr doğrudur? Həcm normal şəraitdə bərabər olmalıdır. Bu ifadə yanlışdır. Atom sayları, burada da 3, burada da 3 bərabərdir. Eyni molda, eyni kütlədə, eyni atom sayına malikdirlər. Oksigen atomunun sayı birində 1-dir, birində 2-dir. 1 böyükdür 2-dən, deməli bu da doğrudur. 2, 3 uyğun cavab 33-də Y variantı. 34-cü sualda eyni temperaturda maddələrin suda həll olmaq qabiliyyəti müqayisəsi hansı halda doğru verilmişdir? Deməli, natrium karbonat, natrium hidrokarbonat. Əslində, bütün maddələrə aiddir ki, hidro vəziyyəti daha yaxşı həll edicidir. Bir dənə istisna natrium karbonatdadır ki, natriumun hidrokarbonatı pis həll olur. Ona görə əslində bu şəkildə olmalıdır. Yəni, digər bütün maddələrdə hidro vəziyyətlər daha yaxşı həll olunur. Amma natrium karbonatda istisnadır. Natriumun hidrokarbonatı pis həll olur. Deməli, bu yanlış verilib. Kalsium karbonat çöküntüdür, natrium karbonat isə yox, həll olandır. Ona görə bu doğru ifadədir. Digərlərində də yenə də yanlışlıq verilib. Hidro vəziyyət daha çox olmalı idi. Bu vəziyyətdə bir dənə B variantı doğrudur. 35-ci sualda kalsium hidroksid məhlulu üzərinə karbon qazı buraxılır. Əvvəlcə X maddəsi əmələ gələcək. Kalsium karbonatdır təbii ki.
ya C ya da Y variantı olacaq. Sonra CO2 məhlul üzərindən uzun müddət keçirilməsi zamanı Y maddəsinə çevrilir. Məhlul şəffaflaşır. Yəni hidrokarbonat vəziyyətinə çevrilir. Burada da uyğun cavab Y variantı. Ardıcıl 2 reaksiya. 5 mol CO və CO2 qaz qarışımının tam yanmasına 44,8 litr oksigen sərf olunur. Təbii ki, CO2 yanmayacaq. Burada yanan ancaq CO-dur və çevrilir CO2-yə. Deməli 2 moldan 2 molda CO2 əmələ gəlir, 1 mol oksigen. İndi deyək ki, 44,8 litr normal şəraitdə, yəni 2 mol oksigen sərf olunur. Deməli 4 mol CO var imiş. Onda 5 molun 4-ü CO, biri də CO2-dir. 4 moldan da yeni 4 mol CO2 alınır. İndi bizə deyək ki, ilkin qarşıda CO-nun həcm payını hesablayın. Yəni 5-dən 4-ü həcm payı üçün hesablasaq, 4-ü bölürəm ümumiyə, vururam 100-ə. Bu da 80%-ə uyğun gəlir. 36-da Y variantı. 37-ci sualda CO və azot qarışığı ümumilikdə 4 moldur. Deməli, qarışıqda CO-nun həcm payı 50%-dir. Onda 2 mol CO, 2 mol da azotdan söhbət gedir. Tam yandırmaq üçün lazım olan oksigenin həcmi. Azot yanmır oksigende. Yəni oksigenlə reaksiya yanma reaksiyası deyil. Çünki yanma reaksiyası eksotermik olmalıdır. Deməli, CO oksigende yanacaq və CO2-yə çevriləcək. Deməli, 2 mola 1 mol oksigen lazımdır. Yəni 22,4. Ona görə də 37-də A variantı olacaq. 38-ci sualda deməli X, Y, Z. Y-lə X reaksiyaya daxil olmur. Z-lə reaksiyaya girmir. X-lə reaksiyaya girir. Z-lə X. Variantlara baxaq da. Deməli, X karbon olarsa, deyir, karbon CO2 ilə reaksiya girmir, girir. Niyə ki? A variantı getdi. Karbon CO ilə reaksiya getmir. Bu doğru. Sonra Y, Z ilə reaksiya girmir. CO, CO2 ilə. Bu da doğru. Z ilə X reaksiya gedir. CO2 ilə karbon reaksiya gedir. Bu da doğru. B variantı hamısı doğru. 39-cu suala keçirik. Kalsium karbonatın parçalanmasından. Görürük ki, aşağıda CO2-ni verib. Biraz böyüdək. Aşağıda CO2-ni verib. Deməli, X maddəsi kalsium oksiddir. Kalsium oksidinin karbonla reaksiyasından CO çıxır. Bir də kalsium karbit alınır. Kalsium karbitin də su ilə reaksiyasından kalsium hidroksid və asetilin alınır. Bir hansı ifadə doğrudur? X mürəkkəb maddədir. Kalsium oksid bəli, mürəkkəb maddədir. Y bəsit maddədir. Xeyr, kalsium karbitdir. Z mürəkkəb maddədir. Bu da asetilin doğrudur. 1-3 uyğun cavab D variantı. Keçdik. Deməli, 40-cı suala. Qeyri-metalları verib X, Y, Z olaraq hidrogenli birləşməsi XH3, YH4, ZH2. XH3 bu məlum məsələdir. NH3, PH3 və bunlar ola bilər. S olmayacaq. Bu variant getdi. Y-lə CH4, silisium H4 deməli D variantı da getdi. ZH2 bu da H2S, H2O bunlardan biridir. İndi üçü də uyğun gəldi birləşmə. İndi keçdik xlorla reaksiya girmək qabiliyyəti. Deməli, baxır ki, X ilə Y reaksiya daxil olmur, amma Z daxil olur. Oksigen təbii ki, xlorla girməyəcək. Buradan A variantımız da gedir. Qaldı B ilə C. Zaten bunları eynidir. Deməli, biz baxmalıyıq X üçün. X-də hansı xlorla reaksiya girmir? Xlorla reaksiya girməyən Con, karbon, oksigen, azot. Yəni fosfor reaksiya daxil olacaq. Ona görə də C variantı düzdür ki, bu reaksiya daxil olmur. Bunlar isə deməli reaksiya daxil olur. Daha doğrusu Y-də Con demişdik də karbonla azot daxil olmur. Kükürt isə daxil olur. Yəni minus minus plus. Uyğun olaraq C variantı. Keçdik 41-ci sualda 5,3 qram natrium karbonat neçə qram 5% xlor tüstü məhluluna tam reaksiya girər. Natrium karbonat deməli 2 mol H xlorla reaksiya girir. 2 mol natrium xlor alınacaq və deməli H2O, CO2 reaksiyada alınır.
və baxırıq ki, 1-in 2-yə nisbətidir də. Yəni nisbət olaraq bizə bu lazımdır. 1-in 2-yə nisbəti. Onda 106 qrama 73 qram haşxlor lazımdırsa, deməli 5,3-ə nə qədər lazımdır? Biz buradan bir dənə x-i hesablayaq. 5,3-ü vururam 73-ə, bölürəm 106-ya. Bu da edir 3-dən %65. Yəni 0,1 moldur da 3,65 qram. Və deyir neçə qram? 5%-də haşxlor məhlulu. Yəni bu 3-dən %65 hələ 5 qramdır. 5%-dir. Bəs bunun 100%-i nə qədərdir? Hər hansı bir y yazıram. 3,65-i vururam 100-ə, bölürəm 5-ə. Bu da deyəcək 73%, 73 qram. Daha doğrusu 73 qram uyğun cavab Y variantı olmalıdır 41-ci sual. Keçdik 42-ci sualda. Deməli, iyonları verib x, y, z olaraq deyir təyin edici reaktivlər, yəni H-la təyin olunmur. H-la təyin olunan karbonat iyondur. Məsələn, Y-də biz karbonat iyonunu götürməliyik. Lakmusuna təsir eləmək olar, qızaracaq. Bu da ola bilər. Amoniakla, amonium OH-la təyin olunur. Deməli, OH-la təyin olunan X və yaxud da ki Z amonium ola bilər, sink də ola bilər, çöküntü verən. Bu da ola bilər, amonium da ola bilər, natrium olmayacaq bunların içərisindən. Bu da getdi, ferium 3 də ola bilər. Sonra keçdik X-ə. Deməli, X deməli kükürtlə təyin olunursa, buradan avtomatik olaraq C variantını seçəcək də sink S təyinində. Digərləri kükürtlə təyin olunmur. Deməli, uyğun cavab elə C variantı. Keçdik 43-cü sualda. Deməli, X ilə Y CO plus hidrogen verir. Karbon qazı ilə, məsələn, metan reaksiyası ola bilər. X ilə Y. Bu ola bilər. Sonra Y oksigenlə reaksiya daxil olur. Y, deməli, Y metan olsa, oksigenlə reaksiyaya girir, yanma reaksiyası, CO2 və su. Bunda X maddəsi də CO2, deməli, C variantı uyğun gəlir. Məsələn, bu əksinə olanda uyğun gəlmir. Çünki Y maddəsi təzədən oksigenlə reaksiyaya girmir. Ona görə də elə C variantı tam olaraq uyğundur. Keçdik 44-cü sualda. Deməli, glukoz qıcqırdılara karbon qazı, birincidə karbon qazı, alınan karbon qazından yüksək təzyiq və aşağı temperaturda quru buzun sublimasiyasından soyuq mühit əmələ gəlir. Fiziki və kimyəvi hadisələri müəyyənləşdirir. Qıcqırma prosesi kimyəvidir. Ona görə biri kimyəviyə götürürük. Sonra nə deyir? Yüksək təzyiq və aşağı temperaturda quru buz alırlar. Yəni bu fiziki prosesdə heç bir kimyəvi dəyişiklik uğramır. Karbon qazı sadəcə aqreqat halını dəyişir. Ona görə 2-ni fizikiyə götürək. Quru buzun sublimasiya. Sublimasiya yenə buxar halına, bərkdən buxara birbaşa keçiddir. Bu da fiziki hadisədir. Sonra fiziki və kimyəvilər. 2, 3 və 1. 2, 3, 1 uyğun cavab C variantı. Keçdik 45-ci sualda. Deməli, 3 təcrübə aparılıb. Reaksiya daxil olan qazların həcmi oksigen və CO üçün. Biz baxırıq ki, CO plus oksigen reaksiyası 2-nin 1-ə nisbətində gedir. Və axıra qədər gedirsə, hansı halda mürəkkəb maddədən, yəni CO-dan artıq qalır. İndi baxaq, oksigeni tam sərf edəcək. Bu 0,5 moldur. Onda 2 dəfə ondan çox. 1 mol mənə oksigen lazımdır, CO lazımdır. Amma burada 1,5-dir. Deməli, 1,5-dən 1-i gedəndə 0,5 də artıq qalır. Sonra 22,4 litr, yəni 1 mol oksigenimiz var. Bizə 2 mol CO lazımdır. Elə burada da 2 moldur, heç nə artıq qalmır. Sonra 0,5 mol oksigendir. Mənə lazımdır ki, 1 mol olsun. Burada 0,25 moldur. Yəni CO azdır heç reaksiyada. Ona görə tam sərf olunma gedəcək. Deməli, yalnız bir də mürəkkəb maddədən artıq qalır. Uyğun cavab D variantı. Keçdik 46-cı sualda. CO2 və amoniak reaksiyasında su ilə karbamid alınır. NH2 2 dəfə. X maddəsində karbonun valentliyi təbii ki 4-dür sabit olaraq. Buradan 4.
Sonra nəyi soruşur? Hibridləşmə növü. Hibridləşməsi karbondan belə deyək də çıxan siqmalara aiddir. Bax NH2, NH2 və buradan da oksigenlə 3 dənə siqması var. Deməli sp2 vəziyyətindədir. Ya B ya da C olacaq və oksidləşmə dərəcəsi. Bu -2, bu tərəfə gedir azota 1 elektron, burada 1 elektron. Burada ikisini verib, deməli müsbət 4 oksidləşmə dərəcəsi göstərəcək. Uyğun cavab oldu C variantı. 47-ci sualda, deməli maddəmiz kalsium karbiddir və CO-dur. Deyir valentliyi, karbonun valentliyi. Təbii ki, karbon 4 valentlidir sabit olaraq. Burada 4. Amma CO-da isə istisna olaraq 3 valentlidir. X4, Z3. İndi buradan biz təyin eləyək ki, Z3. Aha, bunlar ikisi də ödənir. Oksidləşmə dərəcələrinə gələndə kalsium müsbət 2-dirsə, bu artıq -1 olur. Sonra bu -2-dir, burada da müsbət 2 olur. Deməli, Y olacaq -1, K da olacaq müsbət 2. K müsbət 2 cavab çıxdı, burada da -1. Uyğun cavab 47-də A variantı. 48-ci sualda kalsium oksidin karbonlar reaksiyasından. Buradan alınır kalsium karbid və CO. Sonra X maddəsi indi hansıdırsa, deməli kalsium karbiddir də. Su ilə reaksiyadan kalsium hidroksid və asetilen alınacaq. Bu da Y olur. Bu X, bu Y, bu da Z. Sonra Y-in, yəni CO-nun natrium hidroksidlə reaksiyasından T maddəsi alınır. Bu da HCOO natriumdur. Z ilə T-ni müəyyəndir. Z asetilendir, T-dəki HCOO natriumdur. Uyğun cavab 48-də Y variantı. Keçdik 49-cu sualımıza. X-in üzərinə amoniak gəlirəm. Deməli, karbamid alınıbsa, onda X maddəsi CO2-dir. CO2-nin üzərinə natrium hidroksid. Deməli, HCO natrium. Burada CO-dur. İkincidə. Sonra üzərinə H-nın xlorofil iştirakında, bu da karbon qazıdır. Deməli ki, X maddəsi yalnız 2-də CO oldu, 1-lə 3-də də CO2. Uyğun cavab 49-da D variantı. 50-ci sualda sink oksidin karbonla reaksiyasıdır. Deməli, sink çıxıb buradan, onda CO-dur. Natrium hidroksidlə reaksiyada HCOO natriumdur. Və CH3OH ilə reaksiyada isə CH3COOH-dır. Yəni ortaya girir. Və XY-i müəyyənləşdiririk. HCOO natrium və CH3COOH. Uyğun cavab Y variantı olacaq. 51-ci sualda deyir, hansı çevrimlərdə karbon atomun hibrid vəziyyəti dəyişir? Qrafitdə sp2-dir, burada isə sp3-dür. Almazda sp3-dür, burada da sp3-dür. Qrafitdə sp2, CO2-də isə sp. Buradan sp2, almazda sp3 və almazda sp3-dürsə, metanda da sp3. Deməli, 5-də dəyişmədi, 2-də dəyişmədi, qalanlarında dəyişir. 1, 3, 4. Uyğun olaraq A variantında dəyişmiş götürülür. Növbəti 52-ci sualda natrium, amonium hidrokarbonat, amoniak, su, CO2. Deməli, bunlardan biri amoniakdır, biri də CO2-dir. İndi sonra deyir, X ilə Y, amoniakla karbon qazı reaksiya girir, Z maddəsini, yəni karbamidi əmələ gətirir. Aha. Z-də karbamiddə karbonun valentliyi və oksidləşmə dərəcəsi. Bayaq da təyin elədik. Valentliyi 4-dür, oksidləşmə dərəcəsi müsbət 4-dür. Onda uyğun cavab A variantı. Qrup uzun sublimasiyasından sonra kütləsi 25% azalıb, yəni 25% buxar halına keçib. Ayrılan qazda 30 qram karbon var. 30 qram karbon varsa, görək nə qədər CO2-nin tərkibindədir. Məsələn, 44 qram CO2-də, yəni 1 mol CO2-də 12 qram karbon var. İndi 30 qram karbon varsa, görək neçə qram belə deyək, karbon qazı buxarlanıb. 30-u vururam 44-ə, bölürəm 12-yə. Bu da deyir 110 qram.
110 qram əgər 25%-dirsə, bunun ilkin kütləsi nə qədərdir? Yəni 100% nə qədərdir? Hər hansı bir y yazıram və buradan da y-i hesablayaq. Deməli, buradan 4, 1, 110-u vururam 4-ə. Bu da eləyəcək 440. Uyğun cavab A variantı. Keçdik 54-cü sualda 50 qram karbon qazı və CO qazları közərmiş kömür üzərindən keçirilir. Təbii ki, kömür deyəndə, yəni karbon nəzərdə tutulur da. Buradan karbonla reaksiya girən CO2-dir. CO2 üstə gəl karbon alınır CO2 mol. İndi deməli, reaksiyadan sonra qazın kütləsi 56 qramdır. Yəni 6 qram artım baş verib də. Artım nəyin hesabınadır? Buradan 6 qram reaksiya daxil olan karbonun hesabınadır. Onda 6 qramdan da 22 qram karbon reaksiya girir və ümumilikdə 28 qram da yeni CO alınır. Deməli, buradan məlum olur ki, ilkin qarşılığın 22 qramı karbon qazıymış. Yəni 22 budur, 28 də bu imiş. Və bizə deyir, ilkin qarşıdakı qazların kütləsini müəyyən elə. 22, 28 uyğun cavab A variantı. Keçdik 55-ci sualda. Maddəmiz X, Y, Z-dir və xassələrinə gəlincə. X maddəsi qızdıranda parçalanır. Burada nə verib? Çay sodası, susuzlaşdırılmış soda, kristallik soda. Kristallik soda qızdırılanda natrium karbonat və su qarışığında kristallaşma suyunu itirir. Buna aiddir elə Z maddəsi. Kristallaşma suyunu itirir. Qızdırılanda parçalanmır. Bu natrium karbonatdır, yəni susuzlaşdırılmış soda. Y də bura aiddir. Zaten artıq cavab çıxdı. Çay sodası da natrium hidrokarbonatdır ki, qızdıranda parçalanır. Bu da uyğun cavab A variantı. 56-cı sualda deməli X mol kalsium hidroksid məhlulundan Y molda karbon qazı keçirilir və reaksiya tam gedir. Baxırıq, reaksiya hamısı birin birədir onsuz da. Deməli, kalsium hidroksidin üzərinə əvvəlcə karbon qazını gəldim. 300 qram kalsium karbonat çöküntüsü əmələ gəldi. Bunun üçün 3 molda CO2 sərf olunur. Çünki reaksiya birin birədir. Kalsium hidroksidin üzərinə CO2 əlavə edirəm. Buradan kalsium karbonat və su alınır. Reaksiyada əmsallaşdırmağa ehtiyac yoxdur. Yəni 3 mol kalsium karbonatı alınıbsa 3 mol CO2 burada sərf olunur. Daha sonra kalsium karbonatın su ilə o ki məhlul ki alınmışdır. Deməli, və karbon qazı artıq qalanda çöküntünün müəyyən hissəsinin həll olan vəziyyətə gətirir. Hidrokarbonat vəziyyətinə. Baxıram ki, 3 mol çöküntüdən 2 molu sərf olunub, biri qalıb. Yəni 100 qram o demək ki, biri qalıb. Deməli, ikisi sərf olunub. İkisinə də əlavə burada 2 mol CO2 sərf olunur. Deməli, əvvəlcə 3 mol kalsium hidroksiddir. Yəni, X bərabərdir 3-ə. Sonra isə ikincidə də 2 molda deməli CO2 sərf olundu və X oldu 3, Y-də 2. Ümumi karbon qazıdır Y. Deməli, 2 burada, 3 orada, ümumi 5 mol. Y onda 5 mol olacaq. Çünki 3 mol yuxarıda, 2 mol aşağıda. Bu ümumi karbon qazını soruşur. 3, 5. Uyğun cavab A variantı olmuş olur. Keçdik 57-ci sualda hansı reaksiyada X natrium karbonat ola bilər? Buradan bir mənalı şəkildə natrium karbonat yox, HCOO natrium alınır. Yəni ki, bu ola bilməz. H-xlorun üzərinə X gələndə natrium karbonat ola bilər. Mol miqdarından asılı olaraq natrium xlor və H2O CO2 alına bilər. Yəni 2 doğrudur. Amma bir nisbət verəndə deməli, buradan hidrokarbonat götürüləcək. Çox güman ki, amma 2 mümkündür. Yəni, molsa heç birində əmsallaşma aparmayıb da. Ona görə ilə 2-ni doğru götürmək olar. Sonra kalsium hidrokarbonatın üzərinə natrium hidroksid gəlirsən. Deməli, buradan natrium, deməli, kalsium karbonat alınıb. Kalsium karbonat H-la OH su şəklində çıxıb və yerdə nə qalır onda? Natrium karbonat ola bilər. Natrium hidrokarbonat da olar, natrium karbonat da ola bilər.
Deməli, bax, kalsiumdan karbonat, karbonatın biri qalsa, natrium H da gedib, yerdə qalır karbonat deyil, natrium karbonat çıxır buradan ancaq. Natrium karbonat və su. Deməli, 3-ü də götürməliyəm də, 2, 3. 57-də Y variantı olacaq. 58-ci sualda kükürt və karbon qarışığı tam florlaşmasına 5,5 mol flor lazımdır. Flor karbonla da reaksiya girir və John elementləri ilə deyək də Johnsla getməyən xlor-brom yodu idi. Flor ancaq oksigen, azot şəklində götürdük. Ona görə karbonla reaksiyası var və buradan C-flor 4 əmələ gəlir. Florun kükürtlə reaksiyasından isə S-flor 6 əmələ gəlir. İndi əmsallaşma aparsaq bura 2, burada 3 yazmalıyıq. İndi kükürt və karbon qarışığının tam florlaşmasına 5,5 mol flor lazımdır. Tam yanmasına isə 2 mol oksigen lazımdır. İndi baxaq, bax, x mol tutaq ki, karbon götürmüsəniz, y mol da kükürt götürmüşüksə, bura 2x, burada 3y lazım olan florlardır. Onda reaksiyamızda, belə sistem tənlikdə yazıram ki, 2x və 3y sərf olunan flor 5,5-ə bərabərdir. Sonra həmin indi oksigenlə reaksiyalarını yazıram, tam yanması deyir. Buradan alınacaq CO2, oksigenin kükürtlə reaksiyasından alınacaq SO2. Reaksiya birin birədir. X-ə X, Y-ə də Y. Onda sərf olunan oksigenlərin molu isə X plus Y. Bu da bərabərdir 2-yə. Aşağıdakı reaksiyanı 2 dəfə artırsam, 4, X-lər alt-alta getdi. 3-dən 2 çıxıram, 1 dənəsi, 5,5-dən də 4 çıxıram, 1,5. Y oldu 1,5. Cəmi də 2 idi axı. Onda x də bərabər olacaq 0,5-ə. Deyir, bu qarışığın kütləsini müəyyənləşdirin. 1,5 mol y-dir, yəni kükürt. 0,5 mol da karbon. Bu eləyir 6 qram. 1,5 mol kükürtdəki 1,5 32-yə vuranda bu da 48 qram. 48 üstə gəl 6, cəmi də 54 qramdır. Uyğun cavab A variantı. Keçdik 59-cu sualda. Deməli, deyək ki, maddəmiz kalsium fosfit, alüminium karbid, magnezium silisi. 1 molundan su ilə reaksiyasına ayrılan qaz. 1 molundan 2 dənə fosfor var da, 2 mol pH3 alınacaq. 1 molundan 3 mol CH4 alınacaq. 1 molundan 1 mol silisium H4 alınacaq. İndi 1 molundan su ilə reaksiyasından alınan qazın tam yanmasından əmələ gələn suyun mol sayı. Tam yananda 2 dəfə 3 6 hidrogeni var da, deməli 3 mol su alına bilər. 12 hidrogen atomu var, deməli 6 mol su alına bilər. 4 hidrogen atomu, bu da 2 mol su. Deməli, indi müqayisə eləsək əmələ gələn suyun mol sayını. Deməli, Y 6-dır da, Y böyükdür X-dən, o da böyükdür Z-dən. Y, X, Z. Uyğun cavab D variantı. 60-cı sualda reaksiyanı biraz məsələni görək. Bayaqki kalsium hidroksid məsələsidir. Burada da barium hidroksidlə verib. Yəni, heç bir əlavə şey yoxdur. 3 mol barium hidroksid, 5 mol da karbon qazı. Məlumdur ki, karbon qazı çoxdursa, barium hidroksid 3 mol maksimum çöküntü əmələ gətirə bilər. Bax, məsələn, bu uyğundur. Əmələ gələn çöküntü hissəsinə bu uyğundur. Bu da uyğundur. Bunlar artıq uyğun deyil, çünki 5 mol çöküntü alınır. Sonra baxıram ki, 3 molu getdi, yerdə qalır 2 mol CO2. 2 mol CO2 də çöküntünün 2 molunu həll edir. Yəni, 3-dən düşməlidir 1-ə. Bu uyğun gəlir. Burada sabit qalıb. Bu nə zaman ola bilərdi? 3 mol barium hidroksidlə 3 mol CO2 reaksiya girsə, çöküntü alınıb sabit qalardı. Amma bizdə 5 mol olduğuna görə 2 molu təzədən həll olur. Yəni, təzədən çöküntü əmələ gələ bilməz. Çünki barium hidroksid yoxdur, qutarıb. Ona görə bu variantda olmur, bu da yoxdur. Uyğun cavab B variantı.
61-ci sualda CO2-nin karbonla reaksiyasından CO, natrium hidroksidlə reaksiyasından da HCOO natrium Y maddəsi uyğun olaraq B variantı. 62-ci sualda gəldik yenə bu qrafiklərə, baxaq, biraz yerləşdirək. 2 mol etan tam yanır. 2 mol etan. Buradan 4 mol CO2 alınır. Deməli, əlimizdə olan karbon qazı 4 moldur. Və 3 mol isə kalsium hidroksiddir. 3 molla 3 mol çöküntü maksimum əmələ gələr. Hələ 1 mol CO2 artıq qalır. Deməli, 3 mol CO2, 3 mol çöküntü alındı. Buraya qədər. Çöküntü hələ ki uyğun variant olaraq D ilə A-dadır. Və 1 mol, 3 mol getdi. Yerdə qaldı 1 mol CO2. Bu da 1 mol çöküntünü həll edə bilər. Yəni 100 qramın həll edə bilər. Düşəcək 2-yə. 300-dən düşdü 200-ə. Burada da sabit qalır. Çünki CO2 də bitib, çöküntü də həll edə biləcəyin həll edib. Deməli, əmələ gələn çöküntünün kütləsinin zamandan asılı qrafiki A variantı tam olaraq uyğundur. Keçdik 63-cü sualımıza. Artıq açıq suallar gəldi. Deməli, 200 qram 40% natrium hidroksid məhlulundan 1 mol karbon qazı keçirilib və reaksiya axıra qədər gedir. İndi görək nə qədər natrium hidroksid var. Əmələ gələn duzun kütləsi. 200 qram 40%-dir. 200-ü vururam 40-a, bölürəm 100-ə. Bu edir 80 qram, yəni 2 mol natrium hidroksid. 2 mol natrium hidroksidlə 2 mol natrium OH-la 1 mol, 1 mol karbon qazı reaksiya girir. 2-nin 1-ə nisbətində buradan natrium karbonat alınacaq. 1 mol. Və əmələ gələn duzun kütləsini müəyyənləşdirin. 1 mol natrium karbonatın kütləsi də 106 qram edir. Yəni mR-nə uyğun. 63-cü sualda. Keçdik 64-cü sualda. Karbonat turşusu üçün hansı ifadə doğrudur? Qüvvətli yanlışdır, amma davamsız turşu doğrudur. Lakmusun rəngini dəyişir və çəhrayı eləyir. Bu da doğrudur. 2-3. Aktiv metallarla reaksiya daxil olur. Bu da doğrudur. Klorid turşusunu duzlardan sıxışdırıb çıxarır. Yox, kloridə gücü çatmır. 2-3-4 uyğun cavab. 65-də deyir, uyğunluğu müəyyənləşdirin. Reaksiyalarda karbon atomunun göstərdiyi xassisə. Oksidləşdirici, reduks edici, yoxsa həm oksidləşdirici, həm reduks edici. Elə buradan birbaşa məhsullar da verilib. Rahat oksidləşmə dərəcəsinə uyğun təyin eləmək olar. Müsbət 2-dən müsbət 4-ə, mənfi 4-ə üzr istəyirəm, gedib. Deməli, mənfiyə gedibsə, deməli, elektron alıb. Elektron alıbsa, deməli, oksidləşdiricidir. Sonra burada müsbət 4-dən, burada da 0-dan gəlib müsbət 2-yə. Həm artıb, həm azalıb. Ona görə 3-cü bəndə aiddir. Həm oksidləşdirici, həm reduks edici. Burada neçədir? Burada da 2-ci bəndə aiddir. Sonra karbon 0-dan gəlir karbon -2, müsbət 2 vəziyyətinə. Deməli ki, bu elektronlarını verib. Veribsə reduks edicidir. Sonra reduks edici ilə reaksiyada karbon oksidləşdiricidir. Müsbət 4-dən 0-a gəlib, elektron alıb. Deməli, oksidləşdiricidir, 2 nömrəliyə uyğundur. CO natrium hidroksid reaksiyasında isə müsbət 2-dən gəlib HCO natriumda, görək neçədir, bir dənə bunu təyin edək. HCO natrium. Deməli, bu müsbət 1-dir, mənfi 2-dir, bu da mənfi 2-dir. Bu da müsbət 1-dir. Buna da bir x yazaq. Cəbri cəmini 0-a bərabər eləyək. Deməli, mənfi 2 burada qalır müsbət 2. X bərabər olur müsbət 2-yə. Deməli, müsbət 2-yə gəlib. Yəni, burada heç bir nə oksidləşdirici, nə də reduks edici olmayıb. Onda belə çıxıb ki, oksidləşmə dərəcəsini dəyişən heç bir element yoxdur. Ona görə bunu ümumiyyətlə heç birinə aid eləmirik. İndi 1-ə hansı uyğun gəldi? 3 nömrə. 2-yə 1 ilə 4. Həm oksidləşdirici, həm reduks edicidəki 2 nömrəli. 3, 1, 4 və 2. Uyğun gəldi. Necə uyğunlaşdıraq bu? Hamısının eyni şey verib də. 1-ə 1, 2-yə 2. Belə mi yazaq? Bu buradan uyğunlaşdıraq. 1-ə uyğun gəldi 3.
2-yə uyğun gəldi 1 ilə 4, 3-ə də uyğun gəldi 2. Başqa cür variantımız yoxdur yəni. Deməli, növbəti 66-cı sualda deyir ki, karbon qazının kalsium hidroksid məhlulunu keçirəndə məhlulun kütləsi 11 qram artıb. Məhlulun kütləsi artıbsa, deməli, kalsium hidroksid az miqdardaymış və artım baş verirsə, bu CO2-yə görədir. Məhlula əlavə olunan karbon qazına görə 11 qram, yəni 11-i bölək 44-ə. Nə qədər edir? 4-də 1, 0,25 mol. 0,25 mol deməli, karbon qazı artım yaradıb da. Belə reaksiya daxil olan. Və deyir ki, 50% sərf olunub. Deməli, 50% artıq qalıb. O sərf olunan zaten 0,25 isə artıq qalan da 50% olduğuna görə 0,25 də artıq qalır. Və ümumilikdə nə qədər edir? 0,5 mol karbon qazı. 0,5 mol demək ilkin kütləsi başlanğıc həcmi ilə 0,5 mol, yəni 11,2 litr imiş. Uyğun cavab da 66-da 11,2 olacaq. 67-ci sualda deyir, uyğunluğu müəyyənləşdirin. Karbonatların ərimə temperaturuna qədər qızdırılmaz zamanı bərk qalığın kütləsinin zamandan asılılıq qrafik. Bərk qalıq heç qalmayıb, deməli tamamilə sərf olunsa amonium duzudur. Deməli A variantını birinciyə aid eləyəcək. Sonra müəyyən qədər azalma baş verib, bu karbon qazının çıxdığını göstərir. Kalsium karbonat, magnezium karbonat C və Y variantı uyğun olacaq. Heç tərpənmirsə, deməli bu parçalanmayıb. B və D variantı da bura qrafikə aid olacaq. A, C, Y və B, D şəklində uyğunlaşdırırıq. Topulda da buna bənzər eynən sual var. 68-ci sualda uyğunluğu müəyyənləşdirin. Maddələrin deyir karbon və karbon dioksidlə reaksiya qabiliyyətləri. Yalnız karbonla, yoxsa hər ikisi ilə? İndi baxırıq. Oksigenə baxsaq və birinci buradan başlayaq. Oksigen karbonla reaksiya girir, amma CO2 ilə yox. Ona görə də birinciyə elə A variantı. Yalnız karbonla. Keçdik silisium O2-yə. Silisium O2 karbonla reaksiya girirmi? Ancaq elə karbonla girir də silisium karbid və CO və yaxud da ki silisium və CO2 şəklində. Deməli, karbonla gedir, amma CO2 ilə turş oksidlə getməz. Elə B-ni də buraya yazaq. Sonra keçdik magneziuma. Magnezium karbonla reaksiya gedir, magnezium karbid. Karbon qazı ilə də reaksiya gedir, çünki məhlulda karbonat turşusu kimi də sanki özünü aparır. Magnezium karbonat alınacaq. Yəni, hər ikisi ilə reaksiya gedir. Onda üçüncüyə aid eləyəcəm C variantını. D variantına baxsaq xlor. Xlor karbonla Jon elementləri ilə reaksiyası yoxdur da. Və heç karbon qazı ilə də xlorun reaksiyası yoxdur. Yəni, xlor və karbon qazı, düşünək, elə bir reaksiya varmı? Yoxdur. Elə bir reaksiya yoxdur. Onda D-ni heç birinə aid eləməyəkdir, heç birinə aid olmadı. Metana baxsaq, metanın karbonla reaksiyası yoxdur. Yəni, reduksiya prosesi yoxdur, amma karbon qazı ilə gedir, metan konversiya reaksiyasıdır. Y variantını da ikinciyə aid edirik. A, B, Y və C. Uyğunlaşdırmamızı da 68-də bu yöndə apardıq. Keçdik 69-cu suala. Deməli, maddənin adi şəraitdə aqreqat alıb qaz bərk maye. P2O5 bərkdir. İkinciyə yazıram A. Xlor adi şəraitdə qazdır. B-ni yazdıq bura. Sonra amoniak adi şəraitdə qazdır. C-ni də yazırıq bura. Spirtdir. Maye aqreqat alındı. D getdi bura. Və ferium S-dəki bərkdir. Yeni də yazıram bura. Uyğunlaşdırmamız da bu şəkildə ardıcıllıqla. 70-ci sualda deməli, eyni kütlədə götürülmüş kalium hidrokarbonat, kalsium karbonat, ikisi də zaten emeri 100-dür. Ona görə də eyni mol miqdar. Yəni ki, bu da x mol, bu da x mol. Deyir, reaksiya daxil olan H xlorun maksimum mol sayı 6-dır. İndi reaksiyaları yazsaq, kalium hidrokarbonat üzrə H xlor. Deməli, maksimum dediyinə görə buradan kalium xlor, H2O və CO2 alınacaqdır. Birin birə nisbətindədir. Yəni, x mola x mol.
Sonra burada isə H xlorla kalsium xlor 2 və H2O CO2 şəklində 2 mol. Yəni X-ə də 2X mol. Ümumi 3X qədər H xlordur. Bu da 6 moldur. Buradan tapıram ki, X bərabərdir 2. Yəni hərəsindən 2 mol götürmüşük. Və deyir, reaksiya daxilində kalsium hidrokarbonatla kalsium karbonatın kütlə cəmini 2 mol 200 qram, digəri də 2 mol 200 qram, yəni cəmsi 400 qram maddə həll olunmuş, reaksiya daxil olmuş olur. 71-ci sualda deməli tətbiq sahələrinə uyğun olaraq maddələri uyğunlaşdıracağıq. Baxaq, deməli tibdə gips sarğılarının qoyulmasında bu alibastırdır. Alibastır deməli budur da. D variant. Təbii gips yox, alibastır formasında. Kənd təsərrüfatı ziyanvericilərinə qarşı mübarizədə istifadə olunur. Bu mildium xəstəliyinə qarşı, məsələn, üzümçülükdə falan istifadə olunan, bunda Y variantı götürürük. Sonra şirniyyatda da natrium hidrokarbonat istifadə olunur, yəni çay sodası kimi. Bu da B. D, Y, B uyğun olaraq getdik. Keçdik axırıncı sualımızdır bu. Elektrik keçiriciliyin CO2-nin miqdarından, yox, zamandan asılı qrafikidir. Artıq miqdar CO2 keçirdikdə. Artıq miqdar o deməkdir ki, yəni çöküntünü həll edir sonra. İndi məsələn kalsium karbonatla reaksiyasında kalsium karbonatın üzərinə CO2 əlavə eləsək, məhlulunda söhbət gedir. Elektrik keçiricilik yox idi, 0 idi, amma sonra əmələ gəlməyə başlayacaq. Kalsium karbonat çöküntü idi, elektrik keçiriciliyi yox idi, CO2 ilə reaksiyadan isə əmələ gələcək. Ona görə A variantına aid edirik bura. Sonra keçdik B variantı, kalsium hidroksidlə. Əvvəlcə kalsium karbonat çöküntüsü əmələ gəlir, elektrik keçiriciliyi düşür 0-a. Sonra təzədən kalsium karbonatla artığı ilə reaksiya girdikcə elektrik keçiriciliyi başlayır yaranmağa. B variantı getdi bura. Kalium nitrat. Kalium nitrat elektrik keçiriciliyi var idi. CO2 ilə heç bir reaksiya vermədi. Elektrik keçiriciliyi necə idi qaldı. Yəni C variantı bura. Natrium xlorda da eyni qayda. D variantı da bura. Barium hidroksid də kalsium hidroksid kimidir. Əvvəlcə barium karbonat çöküntüsü alınır. Elektrik keçiriciliyi düşür aşağı. Sonra isə təzədən qalxır. Ona görə də Y variantı da bura. B, Y, A və C, D. Uyğun olaraq bu şəkildə də deməli düzəltdik.